İkinci fəsil. Onlar təyin olunmuş vaxtdan təxminən 1 saat əvvəl gəlib boş sahəyə çatdılar. Tələt əməkdaşlarına ətrafdakı hər yeri yoxlamağı tapşırdı. Onlar 4 nəfər idi. İkisində gecə görmə cihazı vardı. Adamlardan ikisi dağıntıların arasında gizləndi. Bir nəfər yolu digər tərəfdən təcrid etməli olan cipin içində oturdu. Dördüncüsü Tələtin özünün idarə edəcəyi Audinin qabaq oturacağında gizləndi. Tələt maşından düşəndən sonra onun əməkdaşı keçib üçgən arxasında oturmalı və öz rəisini həm görüş yerindən götürməyə, həm də qorumağa hazır olmalı idi. Renatla Dima, yəni içində olduğu Mercedes isə bir qədər aralıda dayanacaqdı. Sürücü üçgən arxasında oturmuşdu, amma tünd şüşələr maşının salonunda əyləşənləri görməyə imkan vermirdi. Görüş üçün hər şey hazır idi. Tələt keçib Audidə oturdu və boş sahəyə təyin olunan vaxta gəlmək üçün oradan aralandı. Renat gözlərini uzaqlaşan maşından ayırmırdı. Mən bizim detektiv kitabımız üçün daha yaxşı son fikirləşmişəm. Dima fikrindəkiləri dilə getirdi. Satqın mən yox, sənin təhlükəsizlik xidmətinin rəisi olmalıdır. Təsəvvür edirsənmi? Necə təsirli alınır? O pulu özü ilə gətirir və əlindən gələni edir ki, görüş baş tutmasın. Ya da belə olsa yaxşıdır. Danışmasına imkan verməmək üçün Dilanova atəş açır. Ancaq Dilanov ölməmişdən əvvəl satqının adını bizə deməyə macal tapır. Gözə sonluqdur. Ancaq Tələtin yanında demə, Renat xahiş etdi. Səndən bərk inciyər. Nəzərə al ki, o cənubludur. Onların namus və ləyaqət haqda öz düşüncələri var. Onlar bir-birlərinə düşmən ola bilərlər, ancaq satqınları sevmirlər. Mən bunları sənin fikrini yayındırmaq üçün danışıram. Dima dedi. Sən ümumiyyətlə bura gəlməməli idin. Tələtin və onun adamlarının burada olması kifayətdir. Sənin bu qaynar nöqtəyə düşməyinə nə ehtiyac vardı? Mən başa düşürəm ki, sən İnnanı azad etməlisən, amma gəl bu işi peşəkarların öhdəsinə buraxaq. Sənə təklif etsəydilər ki, İnnanı səni konservatoriyadakı solo konsertindən sonra buraxacaqlar. Gedib Richter'in Svetslav Richter, məşhur Sovet piyanotçusu. Əvəzinə ifa edərdin, yaxud Kremlin Qurultaylar Sarayında Iosif Kobzon, məşhur Sovet və Rusiya müğənnisi. Yerini oxuyardın. Hərənin öz işi var. İndiki halda da peşəkarlar iş görməlidir. Bəs sən niyə bura gəlmirsən? Sən də peşəkarsan? Mən sənin dostunam və sənə görə gəlmişəm. Dima izah etdi. Dostların çətin vaxtda bir-birlərinin yanında olması normaldır. Lakin gördüyün kimi, mən yanında oturmuşam. Əlimə silah alıb çöllükdə qaçmıram. Sağ ol. Bu Dilanov tezliklə gəlib çıxar. Biz də nəhayət hər şeyi öyrənərik. Sən heç təsəvvür belə edə bilməzsən ki, mən həqiqəti öyrənməyi necə çox istəyirəm. Qəti qərar almışam ki, bunu təşkil edənin üzünə tüpürəcəyəm. Əvvəlcə onun kim olduğunu öyrənmək lazımdır. Renat xatırlatdı. Telefon zəng çaldı. Tələt dedi. Mən yaxınlaşıram. Nə olur olsun, avtomobildən çölə çıxmayın. Sürücüyə dəqiq təlimat verilib. Atəş açmağa başlasalar, yaxud orada pusqu olsa, getmək lazımdır. Dərhal, bir saniyə də itirmədən getmək lazımdır. Belə də edəcəyik. Renat razılaşdı. Sən də ehtiyatlı ol. Mən Stasisdən götürdüyüm mikrofonu işə salacağım. Siz bütün danışığımızı eşidəcəksiniz. Təkrar edirəm. Ən kiçik bir təhlükə ehtimalı yaransa, dərhal çıxıb gedin və məni xilas etməyə çalışmayın. Özüm vəziyyətdən çıxacağam. Pul səndədir. Bəli, $200.000. Mən diplomatı götürmüşəm. İçindən qalan pulları çıxarmışam.
Bir neçə dəqiqədən sonra Dilanovla görüşəcəyim ya da öz yerinə göndərdiyi adamla. Onlar gözlərini gecənin qaranlığına zilləyib gözləyirdilər. Renat gecə görmə cihazını əlinə götürdü. Yaxınlaşan Adini buradan görmək mümkün idi. Tələt əlində diplomat maşından düşdü. O ətrafına baxmadan telefonu cibindən çıxartdı və elə bu vaxt zəng gəldi. Hə, mən artıq gəlmişəm. Tələt telefona cavab verdi. Təkəm, maşında heç kim yoxdur. Məktəb binasına tərəf gedirəm. Tələt arxayın şəkildə və inamla addımlayırdı. Hətta Renat ona qibdə də elədi. Stasisdən fərqli olaraq Tələt elə yeriyirdi ki, güya öz bağ evinin həyətində gəlir. O binaya yaxınlaşıb 20 addım aralıda dayandı. Telefonu çıxarıb zəng etdi. Mən nə edim? Məktəbin arxasındayım. Boş sahədə. Siz haradasınız? Mən sizi görmürəm. Harada? Məktəb binasında? Hə, başa düşdüm. Yox, mən yaxına gələrəm. Başa düşürəm. 10 addım. Tələt Dilanovun tələblərini hamının eşitməsi üçün qəsdən təkrar edirdi. Dayan. Məktəb binasına yaxınlaşanda yuxarıdan səs eşidildi. Siz məktəbdən gözətçi məntəqəsi kimi istifadə edirsiniz? Tələt soruşdu. Yoxsa hamınız orada gizlənmişsiniz? Orada dayan. Naməlum adam çığırdı. Diplomatı yerə qoy və əllərini yuxarı qaldır. Tələt tələbi yerinə yetirib hər iki əlini yuxarı qaldırdı. Qadın haradadır? Həmin səs soruşdu. Bəs bizim qadın haradadır? Tələt də öz növbəsində soruşdu. Biz razılaşmışdıq ki, qadını da özünüzlə gətirirsiniz. Tələt həmsöhbətini aşağıdan görə bilməzdi. Görünür, oradakı adam da məhz buna arxayın idi. Mən pulu gətirmişəm. Tələt diplomata işarə etdi. Pul barədə sonra. Qadın haradadır? Əvvəlcə bizim qadının harada olduğunu deyin. Daha sonra sizin qadının harada olduğunu bilərsiniz. O yaxındadır. Biz razılığa gəldikdən dərhal sonra onu buraxacaqlar və özü sizə zəng edəcək. Onda buraxın. Biz də Yevgeniyanı buraxaq. O haradadır? Bu şəkildə çox sənə döyməli olacaq. Gəlin bir-birimizə inanaq. Bizim başqa yolumuz yoxdur. Yuxarıdakı adam bir qədər sustu və sonra təklif etdi. Mən ip atacağam. Siz onu diplomata bağlayın. Pulun hamısı yerində olsa, İnnanın harada olduğunu deyəcəyim. Yox, Tələt çığırdı. Biz belə danışmamışdıq. Qadını qadına dəyişirik. Pulu isə məlumata. Yaxşı, ipi bağlayın. Mən sizə qətli sifariş edənin adını deyim. Elə bu dəqiqə. Əvvəlcə qadın, Tələt tələb etdi. Afərin, Dima dedi. O güzəştə getmir. Renat qaşqabaqlı halda danışığı dinləyirdi. Tələtin yerində ola bilmədiyinə görə narahat idi. İnna haradadır? Tələt çığırdı. Onu harada saxlayırsınız? Bizim vaxtımız azdır. Deyin, yoxsa çıxıb gedəcəyim. O buradadır. Səs cavab verdi. Qonşu binada. Mən zəng edəndə onu gətirəcəklər. Bəs Yevgeniya haradadır? Evdə. Biz onu narahat etməmək üçün özümüzlə gətirmədik. Həyəcan keçirirdi və evdən çıxmaq istəmirdi. Mən sizə inanmıram. Ev telefonuna zəng edin. İnna bura gələn kimi adamlarımız evdən çıxıb gedəcək. Gözləyin, zəng edin. Gözləmək asan deyildi. Dəqiqələr çox ağır keçirdi. Nəhayət, Tələtin telefonu zəng çaldı. Hə, Anzor, başa düşdüm. Siz mənzildən çıxa bilərsiniz. Qoy qadın ona zəng edib getdiyinizi bildirsin. Evdən çıxan kimi oradan uzaqlaşın. Qadın milisə zəng etsə, 5-6 dəqiqədən artıq vaxtınız olmayacaq. O danışığı bitirib, naməlum adamın çığırdığı pəncərə boşluğuna baxdı. Bu Dilanovun özü də ola bilərdi. Onun tərəfindən göndərilmiş başqa bir adamdı. Gözləmək lazım idi. Bizimkilər gedirlər. Tələtin səsi sükut pozdu. İndi qadını gətirəcəklər. Cavab gecikmədi. Tələt dönüb baxdı. Yaxınlaşan maşının səsi eşidildi. Bu, Honda yolsuzluq avtomobili idi. Maşın yaxınlaşaraq Tələtdən bir neçə metr aralıda dayandı. O səbirlə gözləyirdi. Qapı açıldı. Sürücü maşından düşdü. Bu orta boylu, qara saç, yüzü tüklü kişi idi.
Əynində dəri gödəkçə və tünd renkli şalvar vardı. O arxa qapıya yaxınlaşdı. Yük yerini açaraq əyildi və gənc qadını oradan çıxartdı. Qadının əlləri və ayaqları bağlı idi. Üzünə isə enli yapışqanlı lent yapışdırılmışdı. Kişi gənc qadını saymazcana şəkildə yerə tulladı. Sonra heç bir söz demədən öz yerinə qayıtdı və sükanın arxasına keçdi. Tələt diqqətlə yerdəki qurbana baxdı. Onun qarşısında əl-qolu bağlı halda uzanan qadının İnna olduğuna şübhə yox idi. Qadın dartındı və Tələt ona tərəf addımladı. Dayan, yuxarıdan çığırdılar. Əvvəlcə pul ver. Qoy onun əl-qolunu açsınlar. Tələt razılaşmadı. Mən əvvəlcə əmin olmalıyam ki, bu İnnadır. Məgər görmürsən? Görmürəm. Bura qaranlıqdır. Heç nə görmürəm. Yaxınlaşmağa isə icazə vermirsən. O niyə vaxt uzadır? Dima təəccübləndi. Qoy tez pul verib satqının adını öyrənsin. Sonra da İnnanı götürüb gəlsin. Əgər odursa. Yəqin ki, buna bir səbəb var. Renat cavab verdi. Dayan, pəncərədən çığırdılar. Çamadanın içindəkini sürücüyə göndər. Sonra yaxına gedə bilərsən. Tələt əyilərək diplomata açdı və içində olanları göstərdi. Sürücü maşından çıxaraq yaxına gəldi. Pul dəstələrini götürüb başını tərpətdi. Sonra qayıdaraq maşında oturdu və cibindən telefonunu çıxarıb zəng etdi. Nə qədər gözləmək olar? Dima dözməyib dedi. Gör nə qədər vaxt itirirlər. Tələt nə etdiyini yaxşı bilir. Renat onunla razılaşmadı. Sürücü danışıb qutardı və yenə maşından düşdü. O İnnaya yaxınlaşdı. Qadın onu görən kimi inildədi. Sürücü cibindən bıçaq çıxarıb İnnanın ayaqlarındakı ipləri kəsdi. Sonra onu ayağa qaldırmağa cəhd etdi. Ancaq qız ayaq üstü dayana bilmirdi. Ayaqları şişmişdi, titrəyirdi. Buna görə də müvazinətini itirib yerə sərildi. Tələt ona tərəf bir neçə addım atdı. Yaxına getmə, pəncərədən qışqırdılar. Biz pulu götürüb gedəcəyik. Sən də istədiyin informasiyanı alacaqsan. Ona isə sonra kömək edərsən. Mən ona indi kömək edəcəyim. Tələt etiraz etdi və İnnaya yaxınlaşdı. Qız başını qaldırdı. Üzündə və dodaqlarında qançarlar vardı. Tələtin qaşları düyünlədi. Başını döndərdi və məhz bu anda bağışlanmaz bir səhvə yol verdi. Qızın vəhşicəsinə döyülməsi Tələti o qədər qəzəbləndirmişdi ki, üstündə mikrofon olduğunu da yaddan çıxartmış, Renatın onu eşitdiyini unutmuşdu. O pəncərəyə tərəf baxaraq qışqırdı. Biz belə danışmamışdıq. Onu niyə döyüblər? Renat daha özünü saxlaya bilmədi. Əlindəki gecə görmə cihazını bir tərəfə tulladı və fikirləşmədən özünü maşından çölə atdı. Dima da onun arxasınca qaçdı. Sürücü əvvəl özünü itirdi və nə edəcəyini bilmədi. Yalnız bir neçə saniyədən sonra tapancasını çıxarıb onların ardınca yüyürdü. Bunları verin. Pəncərədən çığırdılar. Görünür oradakı adam Dilanovun özü idi. Maşının yanında dayanmış adam əvvəlcədən təlimat almadığına görə özünü necə aparmalı olduğunu bilmirdi. Tələt İnnanın əllərindəki ipləri açmaq üçün aşağı əyildi və bu zaman çöllüklə qaça-qaça gələn Renatla Dimanı gördü. O başını qaldırdı, lakin nəsə deməyə macal tapmadı. Ateş aç! Dilanov pəncərədən əmr etdi. Tez ol, ateş aç! Deyəsən, onun həmkarı çox da fərasətli deyildi. Silahını çıxarana qədər bir neçə saniyə keçdi. O vaxtadək Tələt də silahını çıxartmağa imkan tapdı. Quldur nişan almağa çalışdı, lakin Tələt ondan əvvəl ateş açdı. Ardınca ikinci gülləni atdı. Dilanovun cinayət ortağı səndələdi və maşının yanında yerə yıxıldı. Qaçmayın. Tələt dikəldi və Renata müraciətlə dedi. Yaxına gəlməyin. Pəncərədən ateş açdılar. Tələt yırğalanaraq yerə yıxıldı.
Renat yerində donub qaldı. Arxadan qaça-qaça gələn Dima az qala ona çırpılacaqdı. Çevrilib arxalarına baxanda sürücünü gördülər. Tapancanı ver. Renat silahı sürücünün əlindən dartıb aldı. Bu vaxt qışqırıq və güllə səsləri eşidildi. Tələtin adamlarından biri məktəb binasını dolanıb, ikinci mərtəbənin pəncərə şüşəsini sındırmış və içəri keçməyi bacarmışdı. O, Dilanovun başının danışığa qarışmasından və atışmanın başlamasından istifadə edərək hiss olunmadan otağa girmiş, nəticədə quldura arxadan hücum edib silahını əlindən almışdı. Renat İnnanın yanına qaçdı. Qız onu görüb gülümsədi. Renat onun ağzının üstündəki yapışqanlı lenti qopartdı. Əllərini açdı. Özünü yetirən Dima İnnaya ayağa qalxmaqda kömək etdi. İnnanın üzü dəhşətli vəziyyətdə idi. Dodağı partlanmış və şişmişdi. Gözünün altı bərk göyərmiş, alnı isə sıyrılmışdı. Buna baxmayaraq İnna gülümsəyirdi. Bilirdim ki, şəhzadəm məni xilas edəcək. Qız dodaqları əsə-əsə dedi. Tələt yerdə uzanıb qalmışdı. Renat ona tərəf döndü. Aşağı əyilib kömək etmək istədi və bu zaman əllərinin qana bulaşdığını görüb dəhşətə gəldi. Belə çıxır ki, Tələt arxasını Dilanova çevirdiyi zaman Renatı ölümdən qurtarmışdı. Artıq Tələtin adamları maşınların dayandığı yerdən çıxıb köməkləşərək yaralını arxası üstə çevirməyə çalışdı. Adamları maşının dayandığı yerdən çıxıb ona tərəf qaçırdılar. Özünü onlara çatdıran sürücü Renatla köməkləşərək yaralını arxası üstə çevirməyə çalışdı. Bu vaxt Tələt inildədi. Görünür, o hələ sağ idi. Təcili yardım çağırın. Renat göstəriş verdi. Onu təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. Olmaz, Tələt zaradı. Məni buradan aparın. İndi xəstəxanaya getmək olmaz. Sən yaralısan. Şəripov onunla razılaşmadı. Olmaz, Tələt inildəyərək dedi. Aparın məni buradan. Zəng elə. Renat sürücüyə müraciətlə qışqırdı. İndiyədək ağasının çığırdığını eşitməyən sürücü çaşıb qaldı. Hətta biraz qorxdu. Cibindən telefonunu çıxarıb təcili yardımın nömrəsini yığdı. Renat yaralı quldura tərəf çevrildi. Quldur ayağa qalxmaq istəsə də bacarmadı. Tələtin atdığı güllələrin ikisi də hədəfə dəymişdi. Tələtin daha bir əməkdaşı məktəbin binasına tərəf qaçdı. Bir neçə saniyədən sonra orada səslər kəsildi. Görünür, 2 nəfər yaxşı hazırlıqlı mühafizəçi Dilanovun öhdəsindən gələ bilmişdi. Onlar ünvanı soruşur, soruşdu. Sürücü dedi. Biz təcili buradan getməliyik. Yox, Renat qəzəblə dedi. Biz indi heç yerə gedə bilmərik. Aydınlaşdırmalıyıq ki, burada nə baş verir və bu alçaqlar haradan peyda olub. Tələt necədir? Arasından yaralanıb. Bilmək olmur, sürücü cavab verdi. Güllə kürəyindən dəyib. Dəqiq hansı orqanın zədələndiyini deyə bilmərəm. Ancaq çox qan itirir. Onda biz özümüz onu xəstəxanaya aparacaq. Renat qərar aldı. Vaxt itirmək olmaz. Son.